Salamlayıram mərkəzi müəllimlər. Sertifikasiya müsahibə izahımız davam edir və həmçində MIQ müsahibə üçün effektiv hesab edilir. Birinci sualımız belədir. Qiymətləndirməni düzgün aparmaq üçün müəllim nə etməlidir? Yadda saxlamalıyıq ki, qiymətləndirməni düzgün aparmaq üçün müəllim qiymətləndirmə meyarlarını düzgün şəkildə tərtib etməlidir. Və həmçinin də dərsin əvvəlində bunu şagirdlərə elan etməlidir. Nədən ötürü şagirdlərə bunu elan edirik? Şagirdlərə bildiririk ki, biz sizdən nə gözləyirik? Hansı meyarlara əsasən sizi qiymətləndirəcəyik? Və həmin meyarlar təkcə müəllimin qiymətləndirməsi üçün yox, yoldaş qiymətləndirməsi üçün, özünü qiymətləndirmək üçün, qarşılıqlı qiymətləndirmək üçün belə istifadə ediləcək. Dərs ərzində müşahidə aparırıq, sual-cavab edirik, tapşırıqlar veririk, qrup işlərindən istifadə edirik, iş üsulları, modellər və sair texnikalardan da istifadə edərək formativ qiymətləndirməmizi aparırıq. Və əvvəlcə də deyək ki, burada qiymətləndirmə deyəndə ümumi olaraq qiymətləndirmələr nəzərdə tutulur, lakin ən uzun müddətli qiymətləndirmə formativ olduğu üçün formativdən geniş məlumat verməliyik. Və qiymətləndirmənin hansı növündən asılı olmayaraq obyektivliyə riayət etməliyik. Bütün şagirdləri eyni meyarlarla yanaşmalıyıq, eyni meyarlarla qiymətləndirməliyik. Hər bir şagirdin inkişaf etməsi üçün, məqsədə çatması üçün ona anındaca konstruktiv rəy verməliyik. Yəni, konstruktiv əks əlaqə saxlamalıyıq. Keçid alırıq ikinci sualımıza. İnklüzivliyi necə təmin edirsiniz? Sinifimizdə əgər hər hansısa bir inklüziv şagird varsa, ona öz çatışmamazlıqlarını bildirmədən, qabartmadan, şişirtmədən, əksinə onun heç də digərlərindən fərqlənmədiyini, digər şagirdlər kimi olduğunu daim ona izah edirik. Bunu izah şəklində deyil, davranışlarımızla göstəririk. Elə təhsilin də onlar üçün əlçatan olması o deməkdir ki, o şagirdlərin heç bir xüsusiyyətinin sağlam şagirdlərdən fərqi yoxdur. Biz hamısına eyni yanaşmalıyıq, hamısına eyni dəstək veririk, qrup işlərinə cəlb edirik, cütlərlə işə cəlb edirik və əlbəttə ki, hər birinin fərdi xüsusiyyətini nəzərə alıb onlar üçün müəyyən bir mühit qururuq. Məsələn, buna deyirik biz diferensial təlim. İndi sonuncu sualda onu izah edəcəm. Müxtəlif xüsusiyyətə malik şagirdlərin bir qrupda öyrənməsini təmin edirik. Və məqsədimiz də burada odur ki, hər bir şagird özünü dəyərli, təhlükəsiz öyrənmə mühitində hiss etsin ki, orada nə isə bir bilik, bacarığa sahib ola bilsin. Keçid alırıq üçüncü sualımıza. Şagirdlər dərsə maraq göstərmirsə, müəllim nə etməlidir? Belə deyək. Şagirdlər dərsə maraq göstərmirsə, demək ki, müəllim dərsi maraqsız qurur. Şagirdlərin meylinə, marağına uyğun şəkildə qurulan təlim, onların öyrənmə tərzləri nəzərə alındığı təlim heç vaxt şagirdlər üçün maraqsız olmur. Çünki hər bir şagirdin baxış bucağı fərqlidir. Öyrənmə tərzləri fərqlidir. Potensial səviyyələr fərqlidir. Qavrama dərəcələri belə fərqlidir. Buna görə də biz interaktiv təlim təşkil edirik. Burada oyun əsaslı təlim də var, problem əsaslı təlim modelləri də var, diferensial təlim də var, real həyatdan nümunələr gətirərək də izah etmə var. Müxtəlif iş üsulları var, həm şagirdlər üçün maraqlı, həmçinin də mövzunu asan qavramaları üçün şərait yaradır. Təkcə mövzunu qavramaq yox, şagirdlərin real həyatı bacarıqlara sahib olması üçün də şərait yaratmış olur. Şagirdlərin fikirlərini dinləməliyik, uğurlarını qiymətləndirməliyik, onları həvəsləndirməliyik ki, onlar dərsdən kənarlaşmasınlar. Müəllim motivasiyanı düzgün qurmursa, əlbəttə ki, şagirdin dərsə maraq göstərməsi sıfıra enəcək. Və şagirdlərin dərsə münasibəti dəyişirsə, artıq burada birbaşa yenə də yanlışlıq edən, səhvə yol verən müəllimdir. Əgər bir müəllim dərsi sevdirsə, həmin şagirdlər həm dərsi sevəcək, həm o müəlliməni sevəcəklər. Və biz də şagirdlərə dərsi sevdirməkdən ötəri, maraq oyatmaqdan ötəri nə etməliyik? Yəni vəsaitlər, maketlər, modellər, öyrənmə tərzi vizual öyrənən var, audial öyrənən var, kinestetik öyrənən var, oxuyub yazaraq öyrənənlər var ki, onların hər birini nəzərə alırıq. Hətta şagirdlərin ən asan öyrənməsi oyun əsaslı öyrənmədir.
Digər sualımız, diferensial təlim nədir? Diferensial təlim müxtəlif potensiala, meylə marağa, öyrənmə tərzlərinə sahib olan şagirdlərin bir qrupda öyrənməsini təmin edən, diferensiallaşan bir təlimdir. Ən effektiv təlim modellərindən biridir. Çünki həm inklüzivliyi nəzərə alır, həm scaffolding strategiyasını tətbiq edir, həm şagirdlərin ədalətlik və bərabərlik prinsipində öyrənməsini təmin edir, şagird yönümlüyə riayət edir, təhsildə bərabər imkanlara riayət edir, fəaliyyətin stimullaşdırılması var, inkişaf yönümlülüklər və s. Buna görə də burada şagirdlərin marağı, hazırlıq səviyyəsi, öyrənmə tərzləri nəzərə alınaraq dərs qurulur. Mövzu mənimsədilir, sonra izah olunur intellektlərə, öyrənmə tərzlərinin fərqliliyinə görə. Hər kəsin öyrənmə tərzinə uyğun tapşırıqlar tələb olunur, hansı ki, biliyi bacarığa çevirsinlər deyə və qiymətləndirmə aparılır. Buna görə də ən effektiv təlim modellərindən biri elə diferensial təlimdir. Yəni, belə deyək də, hər bir şagird öz imkanına, öz potensialına uyğun öyrənir və inkişaf edir. Sonra diferensiallaşma nədir də deyəndə, diferensiallaşma müvəqqəti dəstəkdir, mütəmadi dəstəkdir. Lakin 45 dəqiqə ərzində, bir akademik saat ərzində. Dərs bitdikdən sonra diferensiallaşmadan dayanır. Əgər bütün tədrisi əhatə edirsə və uzun müddətlidirsə, bu müvəqqəti mütəmadi dəstək artıq scaffolding adlanacaq. Digər sualımız, hansı strategiyalardan istifadə edirsiniz? Dərsin məqsədinə uyğun şəkildə strategiya seçirik. Daha çox, məsələn, istifadə olunan bir strategiya var, beyin həmləsi. BIBÖ, klaster, anlayışın çıxarılması, müzakirə xəritəsi, debat var. Məsələn, başqa deyə bilərik texnikalardan uzqıran strategiyası, sonra strategiyalardan var bizdə. Bir də ən çox yayılanlardan biri nədir? Hansı ki, biz onu çox deyirik strategiyalar, scaffolding strategiyası. Scaffolding strategiyası bayaq dedim, müvəqqəti dəstəkdir. Uzqıran strategiyası sağlam psixoloji mühit yaradır, onun üzərində öyrənmə mühiti qurur. Deməli, bizə strategiya deyəndə vacib deyil ki, mütləq strategiya adı eşitdiklərimizi deyək və yaxud texnika deyəndə. Beyin həmləsi də, BIBÖ-də, klasterdə, anlayışın çıxarılması da, müzakirə xəritəsi də, debat da, məsələn, rollu oyundur və s. çoxdur. Bunların hamısı elə strategiya gedir. Və həmçinin də biz bunlardan müxtəlif məqsədlər üçün istifadə edirik. Məsələn, beyin həmləsi motivasiya üçün ideal hesab olunur. BIBÖ 3-2-1 biz istifadə edirik refleksiya üçün. Klaster daha çox diaqnostik qiymətləndirmə zamanı, BIBÖ diaqnostik qiymətləndirmə zamanı, yoldaş qiymətləndirməsi akvarium karusel. Oxuyub anlama, dinləyib anlama üçün ziqzaq, 4N1KH, yəni Kipling modeli, qızıl dairə, bunlardan. Problem həll etmə, sinektika, qərarlar ağacı, insident üzərində iş. Sonra, məsələn, deyə bilərik ki, şagirdlərin ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün Sokrat dialoqu var, müzakirə xəritəsi var, debat var. Daha sonra deyə bilərik, Sokrat dialoquna klassik dialoq da deyirlər bəzən, bunu da yadda saxlayın. Və həmçinin də müzakirə xəritəsində daha vacib götürülür. Çünki hər kəs burada şəxsi konseptual anlayışını ortaya qoyur, yəni öz fikirlərini əsaslandırır, arqumentlərlə çıxış edir. Əsas budur ki, strategiyanı seçərkən təlim məqsədinə uyğun şəkildə seçməliyik. Görək həmin seçdiyimiz strategiya ilə təlim məqsədini reallaşdıra biləcəyikmi? Və şagirdlərin fəal iştirakını nəzərə alırıq. Şagirdlərimizin yaş səviyyəsinə, onların bilik bacarıq səviyyəsinə, meyl marağına nə dərəcədə uyğundur? O ki, qaldı iş formalarından necə istifadə edirik? Zaten bir tədris ili boyunca müəllim 4 iş formasının 4-ündən də mütəmadi istifadə etməlidir. Yalnız bir iş formasından istifadə etmək, mənim şagirdlərim bununla öyrənir demək yanlışdır. Çünki hər bir iş formasının özünə görə effektivliyi var. İzlədiyiniz üçün təşəkkür edirəm. Dərslərimizə qeydiyyat davam edir.